Dronla işləmək riskli yoxsa riskləri azaldan alətdir? Baxın, bu çox önəmli sualdır. Burada birbaşa risklərin qiymətləndirilməsinə toxunulur. Burada məsələn uçuş öncəsi dəyərləndirmələr də var. Burada küləyin sürətidir, yağış yağırmı, yağmaq istəyirmi? Məsəl üçün təcrübəmdə bizim pilotlardan biri yaşamışdı. O zənn eləmişdi ki, duman yuxarıdadır və onun hündürlük, xəritə planlamasında verdiyi hündürlük azdır. O uçuşa başlamışdı, qiymətləndirilməsi düzgün olmamışdı və nəticə etibarilə dron buludun içində qalmışdı və burada interfere, yəni görüntü azalmışdı. Artıq dron hər yeri maneə kimi görürdü və sənin uzaqdan idarə elədiyin manuala artıq cavab vermir və öz istədiyi yerə eniş eləyir. Bateriya daha tez tükənməyə başlayır, çünki hava boşluq olduğuna görə pərlər, motorlar daha çox sürətlə işləyir və artıq o beyin elə qərar verir ki, mən olduğum yerdə düşməliyəm aşağı. O yeri düzgün olmaya bilər və bizim o pilot riski düzgün qiymətləndirməmişdi və bizim dron xəta verib yerə enmişdi və yerə enərkən də qəza baş vermişdi. O pərlər zədələnmişdi. Bu hər bir operatorun yan qaçmalı olduğu bir hadisədir.